İkinci misal, Ramazanın günlərinin sayı ilə bağlı o qəribə ixtilafa nəzər salaq. Hicri 2-ci əsrdən başlayaraq təxminən 5-ci əsrə qədər Şiə məzhəbində bu məsələdə çox şiddətli bir mübahisə yaşanıb və bu ixtilafın yeganə səbəbi onların öz kitablarında Ramazan ayının günlərinin sayının dəyişməz olduğu, yəni hər zaman 30 gün olduğu ilə bağlı saysız-hesabsız rəvayətin mövcud olması idi. Müasir Şiə münhəddisi Əl-Behbudi bu acı həqiqəti belə ifadə edir. Təəssüf ki, bizi oruc günündə yeməyə, yemək günündə isə oruç tutmağa vadar edən bu hədisləri sünnət əhlinin rəvayətlərindən daha çox Şiələrin öz rəvayətlərində görürük. Bu rəvayətlər o qədər çox idi ki, bəziləri onların artıq mütəvatir dərəcəsinə çatdığını iddia edirdi və bu rəvayətlərə əsaslanan Şiə alimləri uzun müddət Ramazan ayının heç vaxt 30 gündən az ola bilməyəcəyinə fətva verirdilər. Hətta bununla razılaşmayan digər Şiələrə qarşı o qədər sərt idilər ki, onlara qarşı boykot çağırışları edirdilər. Şeyx Əs-Saduq bu barədə yazır: Kim bu xəbərlərə müxalif olarsa və sünnilərə müvafiq olan xəbərlərlə əməl edərsə, sünnilərə qarşı edildiyi kimi onlara qarşı da təqiyyə edilməlidir. O, başqa bir kitabında isə deyir: Ramazan ayının 30-dan az ola biləcəyini deyən o, zəif Şiələr elə sünnilər kimidir. Onlarla da təqiyyə ilə danışılmalıdır. Lakin bu ifrat mövqeyin qarşısında Şeyx Əl-Mufid kimi daha ağıllı alimlər dayanırdı. O, Ramazanın hər zaman 30 gün olduğunu deyənlər haqqında çox sərt sözlərlə yazır. Onlar həm Quranın nassına, həm də ərəb dilinə müxalif oldular. Onlar bu rəyləri ilə bütün İslam alimlərindən və hətta astronomlardan belə ayrıldılar. Nə müsəlmanlara uydular, nə də elmə. Ağla sığmaz bir məzhəb icad etdilər və onun heç bir kökü yoxdur. Batil bir cədvəl hazırlayıb, onu da yalandan İman Sadiqə nisbət etdilər. Şiə alimlərinin, fəqihlərinin və mühəddislərinin hamısı bu xəbəri tənqid edir və onu rəvayət edəni yalanlayırlar. Amma işin ən maraqlı tərəfi budur. Şeyx Əl-Mufid gənc yaşlarında özü də məhz bu batil məzhəb üzərində idi. O öz kitablarından birində Hicri 363-cü ildə dövrünün bütün böyük Şiə fəqihlərinin İbn Bəbəvey, Əs-Saduq, İbn Qəvləvey və digərlərinin hamısının məhz Ramazanın 30 gün olması üzərində icma etdiklərini fəxrlə yazırdı. Gördüyümüz kimi bu rəy bir zamanlar Şiələr arasında ən məşhur və ən mötəbər rəy hesab olunurdu. Əl-Behbudi deyir ki, bu hədislər o qədər məşhurlaşmışdı ki, Şiələrin böyük bir hissəsi onların mütəvatir olduğuna aldanaraq Hicri 5-ci əsrə qədər bu batil əqidə ilə əməl etməyə davam etdilər. Bəs yaxşı, Əl-Kafi kimi Şiəliyin ən təməl hədis qaynaqlarında belə yer alan, bu qədər çoxsaylı, hətta bəzilərinin mütəvatir hesab etdiyi bu yalan hədislər onların kitablarına necə daxil ola bildi? Və bu, onların bütün hədis mirasının etibarlılığı haqqında bizə nə deyir? Bu sualların cavabını bizə yenə də Əl-Behbudinin özü verir. O, Ramazan ayının günləri ilə bağlı bütün bu ixtilafları və təfsilatları qeyd etdikdən sonra bu acı, bu fəryad dolu etiraf edir. Sözü bu məqamda ona görə uzatdıq ki, sizinlə birlikdə görək, o ifratçı qruplar fiqhi məsələlərdən sadəcə tək birində necə dəhşətli bir hücum təşkil edə biliblər və bizim öz əshabımıza və şeyxlərimizə belə haraya ayaq basdıqları gizli qalıb. Biz o ifratçılara bu qədər rahatlıqla saxtakarlıq və hədis uydurma işini həyata keçirməyə imkan verən o acı mühiti etiraf etməliyik. Elə bir mühit ki, onlardan biri tək başına həlal və haram mövzularında 40 min hədis uydurmağı və onları bizim hədis kitablarımıza soxmağı bacarmışdır. Və bizim şeyxlərimiz 2-3 əsr boyunca onların bu kələklərini görə bilməmişlər.
Beləliklə də biz araşdırma və analiz əsasında əmin oluruq ki, yalnız isnadların səhihliyinə etibar etmək olmaz, nə də hədislərin bir-birinə yaxın ləfzlərlə mütəvatir olmasına da etibar etmək olmaz. Əksinə, bizə vacibdir ki, həqiqəti mümkün olan hər bir tərəfdən axtaraq. Hədisin məşhur olmasına, onunla fətva verənlərin çoxluğuna, kitablarda onu rəvayət edənlərin sayının çoxluğuna aldanmamaq bizə vacibdir. Əl-Behbudinin bu sətirlərdə sakit şəkildə ifadə etdiyi o fəryad əslində qulaqları deşəcək dərəcədə güclüdür. Hətta şiələrin hədis mirasındakı vəziyyət o qədər ağırdır ki, o, hansısa bir hədisin mənaca mütəvatir dərəcəsinə çatmasını belə artıq bir hüccət, bir dəlil hesab etmir. Çünki o, yalançı ravilər şiə hədis ənənəsində elə dərin bir fəsad, elə sağalmaz bir yara törədiblər ki, bu fəsadı bugünə qədər aradan qaldırmaq qeyri-mümkün olub.